Xeyir, əziz izləyicilərimiz, təbiət sevənlərimiz. Deməli, növbəti faydalı bir məlumat vermək istəyirəm sizə. Deməli, üzüm gençləri, bizim müştərimiz bizi dəvət edib, bir mütəxəssis olaraq bizim məsləhətlərimizi alırlar. Deməli, burada indi balaca kiçik bir həyətdir. Həyətində bir üzüm yeri, üzümlük yeri hazırlayıb. Burada deməli, yanlışlar nədir? Deməli, yanlışlar ondan ibarətdir. Deməli, şitil vurulanda çalışın erkək şitildən vurulsun. Bu dişi şitildən vurulub. Dişi şitil nədən bilinir? Dişi şitildə bax bu gözlər, bu məsafələr məsafəsi çox yaxın olur, qısa olur bax bu məsafələr. Erkək şitildən vuran, dişi şitildən vuranda, yəni bunun boy verməyi, inkişaf etməyi çətinlik çəkir. Yəni gec böyüklükdə belə deyək. Amma erkək şitildən verəndə boyu tez uzanır. Bax indi burada dişi şitildən verdiklərinə görə bu artıq gec uzanır, amma buradan erkəklər törüyür. Bax bu buralardan erkəklər törüyür. Artıq bunlar boy verəcək. Bunların da sürətlə boy vermək üçün hər iki dənədən bir bax bunları qırmaq lazımdır ki bunun erkəyi rahat boy versin, yəni tez uzansın. İstədiyiniz boyu aldıqdan sonra ondan sonra budama işlərini görə bilərsiniz. Bir də təkrar edirəm, erkək şitildən əkmək lazımdır, şitili erkəkdən vurmaq lazımdır. Yəni bu məsamələr, bu aralar, yəni böyük olsun, aralı olsun. Sonra deməli erkək uzanandan sonra burada indi sizə onu göstərim. Burada erkəkdən verilir. Bax, burada görürsünüz, erkək budaqdan verilir. Bu rahat inkişaf edir, gözəl inkişaf edir. Bu inkişafından sonra məsələn dişi qanat çıxacaq. Bu artıq burada məhsul olacaq. Məhsulun da yaxşı olması üçün deməli nə edirsiniz? 3 dənə göz yaz aylarında, payız aylarında daha doğrusu. Payız aylarında 3 dənə göz, beləncik gözləri saxlayırsınız. Məsafələri qısa olanlar da təkrar edirəm. Saxlayırsınız və 3 dənə gözdən, 4 dənə, 5 dənə bu gözlərdən sonra budama işlərini görürsünüz ki, məhsul bol olsun. Amma istədiyiniz boyu aldıqdan sonra, məsəl üçün istəyirsiniz bunu belə deyək də, ümumi bağlansın, boyu alandan sonra başlayırsınız o dişi qanatlar ki çıxacaq yanına. Həmən o yandan çıxan dişi qanatları 3 gözdən, 4 gözdən bir budama işləri aparmaq lazımdır. Sonra deməli dərmanlama məsələsində. Dərmanlama məsələsində növbəti çəkilişə saxlayın dərmanlama məsələsini. Onu sonra danışarıq.